Hər qələbənin arxasında görünməyən bir zəhmət dayanır. Bugün sizlərə xatun qızlarımızın məşq prosesini təqdim edəcəyik. Bu zalda tək top yox, arzular döyünür. Onlar hələ 16 yaşındadılar. Amma artıq Naxçıvanın tarixinə adlarını qızıl hərflərlə yazdırıblar. Möminə Xatun komandası Azərbaycan çempionatında qalib gələrək Naxçıvan idmanında ilk imza atdı. Bu qələbə sadəcə bir turnirin nəticəsi deyil, həm də gənc qızların iradəsinin, inamının və birgə əzminin rəmzidir. Çempionluğu oyuncularıma, ailələrinə, bütün Naxçıvanlara təbrik arz edirəm. Məşqlərimizi başlamışıq. Uşaqlar daha da həvəslə məşqə gəlirlər. Yəni daha da istəyirlər ki, yenə yenidən medalları gətirərlər, kubokları buraya gətirərlər. O birisi uşaqlarımızdan da ki, burada var, 18 yaşda da vardı. Onlar da bu uşaqlar görüb daha da həvəsləniblər. İstəyirlər daha da yaxşı məşq eləyərlər. Yəni yaxşı da məşq edirlər, daha maraqlı gəlirlər. Bizim qabaqda da bir-iki dənə turnimentimiz olacaqdır. Ona da biz hazırlaşmalıyıq. Komandanın əzmkar mübarizəsi və inamlı qələbəsi Naxçıvan voleybolçularına marağı artırıb. Belə ki, Möminə Xatunun bir neçə üzvü milli komandaya dəvət üçün qeydə alınıb. Kubok aldığımıza görə çox sevinçliyəm. Biz bunu almağımıza baxmayaraq bunu unutmuşuq. Biz gələcəkdəki çempionatlığa baxırıq. Mən müəllimlərimizə də, başda Səməd müəllim olmaqda və digər müəllimlərə çox təşəkkür edirik. Bu qələbə gənc çempionları ruhlandırsa da, onlar üçün zəfər dayanmaq nöqtəsi olmadı. Onlar təkcə bugünün deyil, sabahın peşəkar idmançıları olmağı qarşılarına hədəf qoyublar. Buna görə də qalib olduqları turnirdən dərhal sonra yenidən məşq meydançasına qayıdıb, yeni ruhda yeni hədəfə köklənərək məşqləri davam etdirirlər. Biz son dəfə Azərbaycan çempionu olduq və biz buna baxmayaraq yenə məşqlərimizə davam edirik əzmlə. Çünki gələcəkdə bizim daha da çox yarışlarımız olacaq. Türkiyədəki yarışda birinci yeri qazanıb o kuboku bura gətirəcəyimizə inanıram. Və mən demək istəyirəm ki, məşqçilərimə çox təşəkkür edirəm ki, bizi həmişə arxamıza durub birinci yerə qalib olmaq üçün bizə dəstək verdilər. Meydanda peşəkar yanaşma, bir-birinə güvən və səmimi dostluq atmosferi hökm sürür. Məşqçilər yalnız texniki bacarıqları deyil, həm də inamı və məsuliyyəti aşılayırlar. Çempion qızlarımızın yolu nə qədər çətin olsa da, onlar bir yerdə olduqları müddətcə mümkün olmayan heç bir şey yoxdur. Qələbə sadəcə nəticə deyil, onların ruhudur. Əli Məmmədov, İlqar Məmmədov, NTV Xəbər.